Salam əziz tələbələr, hər vaxtınız xeyir. Bugün sizlərlə birlikdə 14 dekabrda kursumuz tərəfindən keçirilən vergi xidmətinin sınaq imtahanının verbal məlumatlarına dair sualların izahına baxacağıq. Bütün mətni başdan sona oxumayacağıq, videonu dayandırıb mətni siz özünüz əvvəlcədən oxuya bilərsiniz. İndi baxaq 86 nömrəli suala. Burada qeyd olunub ki, Böyük Çin səddinin əsas tikinti məqsədi Ming sülaləsi dövründə Cənubi Çin əyalətlərinin qorunması idi. Cənub deyir. Əziz tələbələr, burada baxın, deyir 7-ci əsrin tikintisində başlanan və əsas hissəsi Çinin şimal sərhədlərini qorumaq üçün. Burada cümləni tam oxusunuz, deyir Çinin şimal sərhədlərini qorunmaq üçün Ming sülaləsi dövründə inşa edilən nəhəng hərbi istehkamlar sistemi idi. Əziz tələbələr, şimalı qorumaq istəyir, burada cənub yazılıb. Deməli, bu məlumat bizim üçün mütləq yanlış olaraqdan qeyd olunur. Sonra keçək 87 nömrəli suala. Səddin rəsmi təsdiqlənmiş ümumi uzunluğuna əsasən Ming sülaləsi dövründə inşa edilmiş 6400 kilometrlik hissəyə əsaslanır. Baxın, 6400-ə əsaslanır qeyd olunubdur. Amma burada oxusaq, qeyd olunur ki, 2012-ci ildə Çinin Dövlət Mədəni İrs İdarəsi tərəfindən aparılan hərtərəfli arxeoloji tədqiqatlar nəticəsində səddin ümumi uzunluğunun 21.196,18 kilometrə çatdığı rəsmən təsdiq edildi. Təsdiq 21.000 kilometrdə aparılıb, amma burada deyilir ki, 6400 o da Ming sülaləsinin vaxtında. Bu məlumat da bizim üçün yanlış dəyərləndirilir. 88 nömrəli sual. Səddin kosmosdan adi gözlə görünə bilməsinin əsas səbəbi tikinti materiallarının torpaq və daşlardan ibarət olması və eni ilə bağlı idi. Torpaq, daş və eni ilə bağlıdır. İndi bu cümlənin qarşılığını mətndə baxaq. Alimlər bu səddin torpaq, baxın, cümləni lap başdan oxuyaq. Deyir, bəzi populyar əfsanələrə görə Böyük Çin səddi kosmosdan adi gözlə görünən yeganə insan tikilisidir. Lakin bu iddia alimlər və kosmonavtlar tərəfindən təkzib edilmişdir. Alimlər bunu səddin torpaq və daşlardan tikildiyini, ətrafdakı relyefli rəngin oxşar olmasına və eninin kifayət qədər böyük olmasını əsas gətirərək izah edirlər. Bizə də onsuz qeyd olunur da deyir ki, uzun hardaydı sualımız, səddin kosmosda adi gözlə görünə bilməsinin səbəbi kimi. Materialların torpaq, daş və eni ilə bağlı olduğu üçün bu məlumatı doğru olaraqdan dəyərləndiririk. Sonra keçək 89 nömrəli suala. Bütün dövrlərə aid tikinti qalıqları və qolları nəzərə alınmaqla səddin tam uzunluğu 21.000 kilometrdən artıqdır. Baxın, 21.000-dən artıq deyir. Desəydi 21.000 kilometr yanlış olardı. Artıq dediyi üçün düzgündür. Çünki Çin səddinin uzunluğu 21.196,18 kilometrdir. Yəni 21.000-dən daha böyük rəqəmdir. Ona görə buradakı məlumatımızı da doğru olaraqdan dəyərləndirəcəyik. İndi keçək növbəti sualımıza. Deyir ki, tarixçilər tərəfindən hesablanmış yüz minlərlə insan itkisi səddin tikintisi zamanı yalnız, baxın, bu yalnız əsaslı, Ming sülaləsi dövründə həlak olanlara əhatə edir. Amma burada bizə nə qeyd olunur? Tarixçilər hesab edirlər ki, səddin müxtəlif hissələrinin tikintisi zamanı yüz minlərlə insan həlak olmuşdur. Baxın, burada müxtəlif hissələrini deyir, amma aşağıda deyir ki, yalnız Ming sülaləsinin vaxtında. Burada birbaşa ziddiyyət yarandığı üçün doğru variantımız B olaraqdan işarələnir. Sonra növbəti mətnimizə keçək, Rick and Morty. Hamınızın burada videonu dayandırıb bir neçə dəqiqə ərzində mətni oxuyun ki, burada sualların izahını verəndə çətinlik çəkməyəsiniz. İndi baxaq 91 nömrəli suala. Qeyd olunur ki, animasiya işləri istehsalın ən bahalı hissəsidir və əsasən xarici studiyalar tərəfindən həyata keçirilir. Bunu yadda saxladıq. Baxın, buradakı cümləmizi oxuduğumuz təqdirdə deyilir ki, bu rəqəm əsasən ssenari yazılma, lap başdan olur. Serialın hər bir epizodun hazırlanması təxminən 500 bindən 1 milyon Amerika dollarına qədər başa gələ bilər. Bu rəqəm əsasən ssenari yazılması, səs aktyorluğu və bundan əlavə musiqi, post-production işlərinə əhatə edir. Deyir, bununla belə ən böyük xərc payı xarici studiyalarda, məsələn, Kanadada həyata keçirilən rəsm və animasiya işlərinə düşür. Deyir, ən böyük xarici nə yapar? Xarici studiyalar yapar. Burada nə deyilir? Burada da onu təsdiqlədiyi üçün məlumatımız doğru olaraqdan qəbul edilir.
Sonra növbəti sualımız, yayın bloku serialın minimum 10-cu mövsümə qədər davam etməsi üçün 70 epizod sipariş vermişdir. Burada da məlumat oxusuz deyir ki, bu serialın ən azı 10-cu mövsümə qədər davam etməsinə zəmanət verilirdi və burada da deyilir ki, minimum 70 epizod sipariş edildi. Bu məlumatda təsdiqləndiyi üçün doğru olaraqdan qəbul edirik. Keçək 93-ə. Hər bir Rick and Morty epizodunun hazırlanması xərcləri heç vaxt 1 milyon Amerika dollarını keçmir. Heç vaxt sözü bizim üçün əhəmiyyətlidir. Bu artıq qiymətləndirilməsi mümkünsüz olacaq. Deyərsiniz niyə? Baxın, burada deyir ki, serialın hazırlanması təxminən 500 mindən 1 milyon Amerika dolları arasıdır. Təxminən deyir. Yəni burada 1 milyonu keçir, keçmir, bu haqda heç bir məlumat yoxdur. Təxminən dediyi üçün burada da qeyd olunur ki, heç vaxt, yəni dəqiq məlumat verir. Yəni heç vaxt 1 milyonu keçə bilməz. Ona görə də bu məlumat qiymətləndirilməsi mümkünsüzdür. Çünki yuxarıda təxmini rəqəmlər verilir. Keçək 94-də. Animasiya işlərinin uzun müddət çəkməsi, yəni 9-12 ay çəkməsi serialın yaradıcılarının yavaş işləməsi ilə əlaqədardır. Burada məlumat oxusaq, deyir ki, animasiya prosesi adətən 9 aydan 12 aya qədər çəkir ki, bu da serialın mövsümləri arasında uzun fasilələri yaranmasına səbəb olur. 9-12 ay çəkməyə qeyd olunur. Amma burada kimin günahı olduğunu, kimin tənbəl olduğu haqqında heç bir məlumat olmadığı üçün və burada diqqət yetirsəz, ona görə də cavabımız qiymətləndirilməsi mümkün deyil. Çünki yuxarıda bilmirik də, yəni kimin işidir bu 9-12 ay çəkməsinin səbəbi nədir? Bu qeyd olunmuyor. Ona görə qiymətləndirilməsi mümkünsüzdür. 95 nömrəli sualı deyilir ki, Dennon Justin səs aktyorluğu, ssenari, musiqi və post-production xərclərini özləri qarşılayır. İndi bu sualı çox vaxt tələbələr qiymətləndirilməsi mümkünsüz olaraq deyir. Amma biraz da dəqiq oxusaq birbaşa nəticəyə çata bilirik. Bu məlumat bizim üçün yanlışdır. Niyə özləri xərcləmir? Fikir versəz, burada nə deyir? 2018-ci ildə yayın bloku serialın gələcəyi ilə bağlı böyük bir qərar qəbul etdi. Minimum 70 epizod və ya 10 sezon sipariş verdilər. Siparişin ümumi dəyəri açıqlanmasa da sənaye ekspertləri bu müqavilənin ümumi dəyərinin 100 milyon Amerika dollarını asanlıqla keçdiyini təxmin edirlər. Deməli, burada şirkət bunlara 100 milyon dollardan artıq ödəniş eləyibdir. Deməli, bunlar öz ciblərindən qarşılamırlar. Qarşı tərəfdə şirkət bunlara ödəniş edir. Ona görə də bu məlumatda ziddiyyət yarandığı üçün yanlış olaraqdan qəbul ediləcək. İndi növbəti mətnimizi videonu dayandırıb oxuyun. İndi keçək sualların izahına. Baxın, birinci baxaq burada 96 nömrəli suala. 96-da deyir ki, aşağıdakı bəyanatlardan hansı mütləq doğrudur? Bizim üçün burada mütləq doğru olacaq olan C variantıdır. Deyir, TSP-IP'nin hazırlanması məhz ARPANET-dəki hərbi və qeyri-hərbi hissələr bölünmə zərurətindən irəli gəlir. Deyirsiniz, niyə ay müəllim? Baxın, gəlirsiniz, yuxarıda oxuyursunuz. Deyir, 70-ci illərin əvvəllərində ARPANET genişləndi və onun beynəlxalq əlaqələri başladı. Lakin şəbəkənin fərqli arxitekturalı komitələr arasında əlaqə qurmaqla qabiliyyətli məhdud idi. Bu problemi həll etmək üçün burada Whitney Bob TSP-IP protokolu adlı vahid protokol dəsti hazırlamışdır. Bu protokol əsas məqsədi, zaten mətni oxusaz, burada hərbi və qeyri-hərbi hissələrə bölünmə zərurətindən irəli gəlirdi. Çünki artıq burada bizim üçün TSP-IP'nin sayəsində iləridə internet yaranır. Burada da mətni davamını biraz daha oxumaq lazımdır. Düşünürəm ki, oxumaqda çətinliyiniz olmasın. Keçək 97 nömrəli suala. Deyir, aşağıdakı bəyanatlardan hansı mütləq qiymətləndirilməsi mümkün deyildir? Burada olacaq bizim üçün variantımız B. ARPANET məlumat mübadiləsi üçün yaradılan ilk kompüter şəbəkəsi idi. Əziz tələbələr, ilk cümlədə 1960-cı illərdə Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi bir layihəsi olan ARPANET-lə tarixi başladığı qeyd olunur. Yəni deyir, ümumiyyətlə kompüter şəbəkəsinin tarixi 1960-da ARPANET-lə başlayıbdır. Amma bundan qabaq şəbəkə olduğunu, olmadığını, bəlkə iki kompüterlik bir şəbəkə yaradılıbdır, lokal şəbəkə. Yəni bunun haqqında bir məlumatımızın olmadığı üçün və burada artıq ARPANET-in tarixdə ilk şəbəkə olduğunu da qeyd etmədikləri üçün bu məlumat bizim üçün qiymətləndirilməsi mümkünsüz olaraqdan qeyd olunacaq. Ona görə B variantı.
98. Aşağıdakı bəyanatlardan hansı mütləq yanlışdır? Burada seçəcəyimiz C variantıdır. ARPANET-in beynəlxalq əlaqələri 1970-ci illərin əvvəllərindən başlayaraq artıq TCP/IP protokolları istifadəyə verilibdir. Deyir, ARPANET-də artıq 70-ci illərdə TCP/IP protokolu istifadəyə verilir. Əziz tələbələr, 1970-ci ildə ARPANET genişlədi və onun beynəlxalq əlaqələri başladı. Lakin şəbəkənin arxitekturaları kompüterlər arasında əlaqə qurmaq qabiliyyəti məhdud idi. Bu problemi həll etmək üçün TCP/IP protokolu yaradılıbdır və bunun protokol 1978-ci ildə rəsmi olaraq qəbul olunubdur. Yəni 78-də artıq fəaliyyətə başlayıb. Burada 70-ci illərin hətta əvvəli deyildiyi üçün bu məlumat bizim üçün yanlış olaraqdan qeyd olunacaq. 98 nömrəli sualım, 99 nömrəli sualımız. Aşağıdakı hadisələrin xronoloji ardıcıllığını ən erkəndən ən yeniyə müəyyən etmək lazımdır. Birinci yazaq, TCP/IP-nin rəsmi qəbul edilməsi. İndicə oxuduqda 1978-ci il idi. İnternetin kütləvi kommersiya istifadəsinə yayıldığı dövr deyilir bizə. Bunu da mətni oxusaq 1995-ci ildir. İlk dəfə paketli kommutasiya texnologiyalarından istifadə. Bunu da mətndə əsaslanıb deyə bilərik ki, 1969-cu il. ARPANET-in iki müstəqil şəbəkəyə bölünməsi. Bu bizim üçün 1983-cü ilə təqabül edir. WWW, yəni World Wide Web layihəsinin yaranması isə istəyə bilər 1990-cı ilə təqabül edir. İndi bunu xronoloji ardıcıllıqla, yəni erkəndən yeniyə doğru düzəltdik. Deyək ki, bizim üçün ilk yaranıbdır. Təqvim olaraq baxsaq. Üçüncü. Niyə? 1969-cu ildir. Gətirdik 3-ü yazdıq. 3-ü nə istəyir? İlləri davamlı artıra gedək. 1978. Bu neçəncidir? Birincidir. Yazdınız birinci. Ardınca 1983 gəlir. Yazdınız 4. Onun ardınca 1990 gəlir. Yazdınız 5. Onsuz yerdə qalıb bir dənə 2. 2-dəki 1995 olduğu üçün 3, 1, 4, 5, 2. Yəni A variantı. 100 nömrəli sual isə buradakı ən asan sual idi. Deyir, aşağıda adı çəkilən şəxslərdən və ya qruplardan əsas fəaliyyət sahəsinə görə digərlərindən fərqlənəni seçin. A variantında Winddir, B variantında Bobdur, C variantında Timdir, D variantında isə Milli Elmlər Fondudur. Əziz tələbələr, A, B, C variantında qeyd edilən şəxslər ümumiyyətlə TCP-dir, IP-dir, WWW-dir, bunların yaranmasında iştirak edən şəxslərdir. Milli Elmlər Fondu isə bunları maliyyələşdirən belə deyə bilər ki, fonddur deyək, qurumdur deyək, qurum desək daha doğru olar. Deməli, bunlar yaradıcı şəxslərdir, D variantı qurum olduğu üçün seçəcəyimiz variant D-dir. Əziz tələbələr, bu həftənin bazar günü, yəni 21 dekabrda keçiriləcək vergi xidmətinin imtahanında hər birinizi uğur diləyirəm.